Xoş gəlmisiniz Gülşən xanım. Dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə təşəkkür edirik və ilk sualımızla başlamaq istəyirik. Təşəkkür edirəm dəvətiniz üçün. Doğrudan da çox maraqlı mövzudur. Ona görə biliklərimi paylaşmaq istəyirəm. Çox ümumi bir sualdan başlamaq istəyərdim Gülşən xanım. Biz bugünkü gün görürük ki, hər kəs sağlamlıq, övladların psixoloji sağlam olması, travmalardan uzaq olması ilə maraqlanır. Yəni ki, bizim uşaqlığımızda deyəsən belə bir şey yox idi. Bugün bunu çox müşahidə edirik və belə bir ümumiləşdirilmiş bir sual olacaq ki, övladlarımız üçün sağlam mühiti təmin etmək üçün nələr etməliyik, nələrə diqqət yetirməliyik? Bilirsiniz, uşağın inkişaf etməsi üçün bir neçə istiqamət var. Bunun bir istiqaməti yoxdur ki, deyək ki, bunu edin və hər şey yaxşı olacaq. Bu həm koqnitiv inkişafdır və valideynlər hal-hazırda bunun üzərində çox çalışırlar. Uşaqlara rənglər öyrədirlər, fiqurlar öyrədirlər. Özləri etməsələr belə də hər hansı bir dərnəyə yazırlar. Çox erkən yaşdan hazırlıqlara yazırlar. İkinci istiqamət bu emosional inkişafdır. Bunun üzərində də hal-hazırda valideynlər işləyir. Uşaqlar öz emosiyalarını tanıyırlar, kartişkalar var, göstərirlər, uşaqlar mimikaları öyrənir. Eyni anda da öz hərəkətlərinin digər insana nə bəxş edir, onu öyrədirlər. Yəni empatiya hissini. Bu da yaxşıdır, bu da bir istiqamətdir çünki. Amma daha bir istiqamət var. Bunun biri sosial bacarıqlardır. Və uşaq mütləq böyüklərdən əlavə yaşıdlarından ünsiyyətdə olmalıdır. Çünki uşaqları tərbiyə edən daha biri elə uşaq özüdür. Və burada böyük bir problem var. Çünki uşaqlarımız həyətə düşmürlər. Uşaqlar bağçaya, məktəbə getsələr də orada o sırf mən dediyim sosial mühit yoxdur. Bunun üçün məktəbdən kənar, bağçadan kənar bir münasibət olmalıdır uşaqlarda. Hardakı qayda yoxdur, müəllimlər sırf hansısa bir ev tapşırığı verir, ya nəsə başa salır, yox. Hardakı rəqabət yoxdur məsəl üçün. Sadə, açıq münasibət olan mühitdən danışıram. Və dördüncü istiqamətdə bu fiziki inkişafdır. Ki uşaqlar qaçmalıdır, qaç tutdu oynayırdıq biz, yadınızdadırsa ortada qaldı oynayırdıq, 7 şi oynayırdıq. Yəni bizim uşaqlar çox təəssüf ki, bu oyunları oynaya bilmirlər. Məktəbdə belə fizkultura dərsi idi də bizdə. O həftədə bir dəfə, maksimum 2 dəfə keçirir və bu uşaqlar üçün hədsiz dərəcədə azdır. Məktəblərin özünün də həyəti deyim ki, belə bir böyük həyəti var, böyük bir tənəffüsü var, o da yoxdur. Ona görə biz bir uşaq böyütmək istəyiriksə və istəyirik ki, o sağlam mühitdə böyüsün, biz bütün bu istiqamətlərə diqqət yetirməliyik. Çox maraqlı. Siz 7 şüşə oyununu qeyd elədiniz. Elə o oyunun özü bir valideyn olaraq məndə sual yaradır ki, yəni qırıq şüşələrdən ibarət bir oyundur. Əslində həm qaçmaq var, həm qovalamaq var, həm yerdə qırıq şüşə parçaları var. İndiki valideyn üçün, müasir valideyn üçün bu çox qorxulu səslənir. Və bu mənim növbəti sualıma əslində keçid etmək istəyirəm ki, belə çıxır ki, o sizin dediyiniz o ortam, o sosial bacarıqları inkişaf etdirməkli olduğumuz ortam biraz nəzarətsizdirmi? Və yaxud necə bir ortamdır ki, biz orada həm rahat bir şəkildə həm övladlarımızı buraxa bilək, qorxularımızı, öz təşvişimizi qoruya bilək. Həm də ki, onlar o səmərəli bacarıqları əldə eləsinlər. Ümumiyyətlə belə bir məsələ var ki, uşaqlar biz hamımız qorxu hissi ilə dünyaya gəlir. Bu bizim anadan gələn, bizdə olan hissimizdir. Amma sırf təşviş onu bizim valideynlər bizdə yaradır. Yəni uşaq özü böyük itdən qorxa bilər, səsdən qorxa bilər, amma təşviş nədir? Yəni naməlum nədənsə qorxmaqdır. Və bunu uşaq bilmədiyi üçün onu valideyn övladda ötürmüş olur. Və mütləq mən hesab edirəm ki, təhlükəsiz bir məkan olsa ki, orada mühafizə var, orada kameralar var, valideynlər rahat buraxa bilər. İndi bir çox binaların problemi ondadır ki, həyəti yoxdur və ya bağlı həyət deyil, yolun qırağındadır və mən də bir ana olaraq valideynləri başa düşürəm. Amma bağlı bir həyət olsa, niyə də yox? Məncə valideynlər üçün daha da rahat olar ki, uşaqlar çıxsın, qaçsın, oynasın, energiyasını harasa çıxarsın. Doğrudur. Sevindirici bir hal olar valideynlər üçün də. Bəs belə bir ifadə tez-tez eşidirik son dönəmlərdə ki,
Çünki o həyət, məhəllə, qonşuluq münasibətinə gətirir, çıxardır bizi. Orada kiminlə ünsiyyətdə olduğu bizim üçün əhəmiyyətli olmağa başlayır. Deyirlər ki, əvvəlki qonşuluq münasibətləri qalmayıb, xüsusilə şəhərlər böyüdükcə insanlar bir-birlərini yadlaşır. Halbuki şəhərlərdə sıxlıq çoxalır, yəni insan sayı artır, lakin qonşuluq münasibətləri və həmən belə başa düşürəm ki, bu sosiallaşmaqla da çox əlaqəli bir məsələdir. Bu qəlizləşir. Sizcə bunun övladlarımızın psixologiyası üçün, inkişafı üçün nə qədər təsiri var və anaların da eyni zamanda? Bir binada düşünürəm ki, hamı yaxın qonşu ola bilməz. Təbii ki. Eynən bir sinifdə bütün uşaqlar bir-birini çox istəyə bilməz. Amma hansısa bir faiz deyək, daha yaxın ola bilər. Və mənə də deyirlər ki, bəs necə eləyək uşaqlarımız bağ qonşusu elə olsun, bina qonşusu olsun. Axı çıxmırlar, axı oynamırlar. Mən həmişə deyirəm ki, siz özünüz cəhd göstərmisiniz. Yəni siz özünüz qapını döyüb, sizdə də uşaq var, görmüşəm, bizdə də var. Gəlin onları dostlaşdıraq etmisiniz. Məsələn, mən etmişəm və heç kəs rədd etməyib, yəni. Və hal-hazırda da bizim binanın bir 50% uşaqları bir-birindən dostdur. Nə gözəl. Yəni bir-birini həyata buraxma bilmirik, çünki yolun qırağındadır binamız, amma bir-birimizə qonaq gedirik. Yəni zəngləşirik, bu gün bizə gəlsinlər, hə sabah sizə gəlsinlər. Bunu yaratmaq olar və çünki bu çox vacibdir. Nə üçün vacibdir? Allah eləməsin, əlimiz yandı da deyirik. Nəsə bir iş oldu, kiməsə yığanacan, kiməsə zəng vuranacan, qonşu nə üçündür ki, istənilən vaxt qapısını döyüb bir şey xahiş eləyə bilərsən ki, onlar uşaqlar məsələn 5 dəqiqə səndən dursun, belə bir hadisə baş verdi. Və mən inandırım ki, baxmayaraq indiki zamana bunu etmək olar. Sadəcə hər kəs birinci addım etməyə qorxur. Amma cəhd etsə və ya biri bizə deyir ki, yox istəmirəm, rədd edir bizim təklifi. Biz düşünürük hamı belədir. Bu da bir psixologiyadır. Biz düşünürük ki, bir insan bunu eləyibsə hamı belədir. Amma elə deyil. Bunu yaratmaq olar. Və niyə vacibdir? Uşağı bir tək valideyn tərbiyə etmir. Uşağın formalaşmasında vacib rol olan genetikadır, bunu bilirik. Genetikadan qaçmaq olmaz. Bu tərbiyədir, hansını ki valideynlər övladlarına ötürür. Tərbiyə də sadəcə dediyimiz deyil, öz hərəkətlərimizlə göstərdiyimizdir. Sonra gəlir nənələr, babalar, xala, əmi, sonra gəlir müəllimlər və qonşular, dostlar, sinif yoldaşları, yəni bu sosial mühit də eynən uşağımıza genetika ilə tərbiyə kimi vacib bir amildir. Və hətta bizim alimlər hələ də diaqnostika edirlər ki, bunlardan hansı daha çox uşağı formalaşdırır. Yəni kimsə deyir genetika daha önəmlidir, amma eləsilər var ki, tədqiqat aparır və nəticəyə gəlir ki, yox, sosial mühit daha vacibdir. Ona görə hələ də müzakirələr gedir, hər biri vacibdir. Çox maraqlıdır əslində. Yəni biraz həm bildiyimiz məfhumların təsdiqini tapıram sizin sözlərində. Eyni zamanda da bu məni icmanın nə qədər önəmli olduğunu, yəni icma sadəcə təbii ki yaşadığımız yer deyil, amma o icmanı qurmaq üçün böyüklərin müəyyən dərəcədə öz üzərlərinə öhdəlik götürmələri çox önəmli və əhəmiyyətli olur. O zaman belə bir sual verim. Sizcə bir dənə söz var, bilmirəm, deyəsən Afrika atalar sözüdür ki, bir uşağı böyütmək üçün bir kəndə ehtiyac var. Bəlkə də çox yaxşı tərcümə olmadı, amma yenə də siz o zaman bu fikri dəstəkləyirsinizmi ki? Dəstəkləyirəm. Kənd dediyimiz olsun şəhər bizim dildə. Bəli. Və düşünürəm ki, bir uşağı böyütmək üçün həqiqətən onun ətrafında hər kəsin rolu var. Yəni bir tək valideynin deyil. Hər bir müəllimin öz rolu var, hər bir uşağın öz rolu var. Ona görə biz övladımızı böyüdəndə ətrafına çox diqqət yetirməliyik. Çox maraqlı. Bəs ana üçün, yəni bu dedikləriniz təbii ki uşağın prizmasından, uşağın inkişafı üçün, ana üçün bu icmanın əhəmiyyəti nə qədərdir? Yenə də həmin o sizin dediyiniz o qonşuluq münasibətinin əhəmiyyəti nə qədərdir? Ümumiyyətlə belə bir formula var. Sakit, psixoloji sağlam ana bütün ailənin təmin edə bilər. Yəni valideyn sırf düşünürəm ki, anaya daha çox yük düşür. Bəli. Yəni bizim ölkədə belədir. Və ana sakitdirsə, rahat öz övladını səhər məktəbə yola salır, məsəl üçün, həyətə yola salır.
Bu uşağın demək olar ki, bir çox məsələlərini həll etmişdir. Hətta özüm şəxsən tədqiqat aparmışdım mən. Diplom işimdə də o idi. Anaların təşvişi və uşaqlara göstərdikləri nəticə və bu uşaqların 100%-ında qorxu hissi var idi. Hədsiz dərəcədə qorxu, yəni normadan artıq. Artıq. Ona görə biz ananı daha çox da düşünməliyik ki, o da övladını rahat mühitdə böyüdə bilsin. Çox maraqlı və bir o qədər də qəliz. Yəni ki, biz görün neçə fərqli amilə diqqət yetirməliyik ki, o dediyimiz həmin o sağlam mühiti yarada bilək. Fiziki sahələrdə, yəni bütün sizin dediklərinizi nəzərə alaraq, fiziki sahələrdə uşaqların və təbii ki, onların valideynlərinin həmin o sağlam mühiti təmin etmək üçün nələrin olmasını siz önəmli hesab edirsiniz? Mütləq sahə olmalıdır ki, o sahədə uşaqlar velosiped sürə bilsin, məsəl üçün, qaşdı tutdu oynasınlar, maşınların keçə bilmədiyi ərazi olmalıdır ki, bilirsiniz ki, ora maşın keçməyəcək, yəni ən azından rahatsız. Qum ola bilər, məsəl üçün ki, uşaqlar qumla nəsə oynaya bilsinlər. Mütləq valideynlərin oturmağı üçün ki, rahat axşam düşdülər, məsələn, oturdular, söhbət elədilər, bisetka deyirdik biz. Söhbətgah. Belə bir məkan ola bilər. Mühafizə ola bilər. Nə üçün? Ki, hər dəfə bu velosipedlər, kalaskaları evə qaldırmayasan, rahat həyətdə saxlaya biləsən. Gündəlik komfort, təbii ki. Mən düşünürəm ki, o da valideyn üçün əziyyətdir. Hər dəfə onu düşür, hər dəfə qaldır, amma rahat qoya bilirsənsə, bu da bir amildir. Sonra yəqin ki, bizə sosial bacarıqlar bir də necə formalaşır? Məsələn, uşağı zibil tullamağa göndərirsiniz, çörək almağa göndərirsiniz. Və məsələn, həyətdə rahatlıqla binadan çıxmayaraq, binanın yanında belə bir yer varsa ki, uşaq getdi, zibili tulladı, çörək aldı, qalxdı, məsəl üçün, bu uşaqlar üçün çox önəmlidir. Əslində onların özgüvənini də formalaşdırır. Çünki uşağın özgüvəni biz onu tərifləyəndə yox, o nəsə bacaranda formalaşır. Alınanda. Bəli, alındı, mən bunu bacardım. Çünki o sosial mühitə düşüb, digərlərindən nəyisə daha çox bacardığını görəndə onda özgüvən formalaşır. Amma indi valideynləri də başa düşürəm, yol keçməlidir ki, zibil atsın və ya trasa çıxmalıdır ki, zibil atsın, çörək alsın. Ona görə, yəni bu valideynlərin də narahatçılıq yarada bilər. Amma bir binada, yəni fiziki, bu da həm fiziki inkişafdır, həm sosial inkişafdır, yəni hamısı burada var ki, uşaq özü düşüb nəyisə edə bilər həyatda ki, valideynin köməyi olmadan. Bir növ məsuliyyət ala bilər. Məsuliyyət ala bilər, bəli. Bu da təbii ki, bunun üçün də valideynin tamamilə sözün yaxşı mənasında arxayın ola bilməsi mühümdür. Bəs fiziki sağlamlığın təbii ki, yəni fiziki hərəkətin ümumi sağlamlıqla əlaqəli olduğu açıq-aşkardır. Bəs fiziki hərəkətliliyin, dediniz ki, geniş sahə olmalıdır, açıq olmalıdır. Bunun digər inkişaf faktorlarını önəmi varmı? Yəni bunlar bir-biri arasında əlaqəlidirlərmi? Hamısı bir-birindən bağlıdır. Və indi o uşaqlar deyirik ki, telefondan asılıdırlar, oyundan asılıdırlar. Niyə? Çünki uşaqların oyun oynama ehtiyacı var. Biz inkişaf etdikcə bizim periodlar var. Emosional, məsəl üçün ki, 1 yaşa qədər anadan bağlıyıq. Məsələn, sonra əşyalara toxunmalıyıq və bir müddət sonra oyun başlayır və mütləq uşaqlar doyunca oyun oynamalıdır. Bu 3 yaşdan 7 yaşa qədərdir məsələn və bu yaşda biz neynirik? Uşaqları istədiyimiz qədər oynada bilmirik ki, həyətə düşsünlər, qaçsınlar, barışsınlar, dalaşsınlar. Yəni bu hamısı olmadıqca biz neynirik? Uşaqları onu hardansa götürməlidirlər. Ona görə telefondan asılı qalırlar. 7 üzəri uşaqlar isə qaydalı oyunları sevir və ona ehtiyacları var. Və o da yoxdursa neynirlər? Yenə telefonda, planşetdə həmin o qayda olan oyunları tapırlar və oradan asılı qalırlar. Ona görə, yəni imkan varsa ki, bunu canlı etsinlər. Biz telefondan da uşaqlarımızı ayırmış oluruq. Çünki dediyim kimi oyunun böyük bir rolu var uşaqda. Biz bunu belə verə bilmiriksə, digər yolla ötürmüş oluruq uşaqlarımıza. Telefon da nə gətirir? Yenə bizim kognitiv uzaqlaşmamıza gətirir. Çünki uşaq nə qədər çox telefondan asılıdır və burada nə çıxır? Yaddaş pozuntusu, diqqət pozuntusu, bu da bizim kognitiv inkişafımıza nəzərdə tuturam. Ona görə bunlar hamısı bir-birindən bağlıdır.
Canlı ünsiyyət yenə də düzdür, uşaqlar multika baxıb empatiyasını öyrənə bilər. Valideynlər müzakirə eləyir. Burada nə baş verdi, niyə küsdü, nə edə bilərdi? Amma bunu uşaqlar canlı görəndə bu onlara daha çox tez dərs kimi olur. Nəinki bunu elə daimi kitablardan və cizgi filmlərdən. Və həyatda məsələn bir dəfə paylaşmayıb, bir dəfə küsüb, üçüncü dəfə paylaşıb, dördüncü dəfə birlikdə oyun quranda inandırım sizi ki, bu daha tez bir prosesdir, nəinki bunu cizgi filmində izləmək. Sizinlə danışdıqca belə bir fikir formalaşır beynimdə. Yəni ki, fiziki məhdudiyyətlər, həyətin olmaması ola bilər, o güvən hissinin olmaması ola bilər. Bu fərqli fiziki məhdudiyyətlər nəticədə övladlarımızın bir növ təcrid olunmasına gətirib çıxardır. Yəni bəli biz onları ən yaxşı hər bir valideyn çalışır ki, koqnitiv olaraq akademik bacarıqlarını və s. inkişaf elətdirsin. Amma bizim üçün təməldə, yəni sizin sözlərinizi istinad edərək təməldə bu qədər vacib olan o canlı ünsiyyətdən ən azından və yenə də fiziki hərəkətlikdən uzaq saxlayırıqsa, demək ki, biz onları bir növ təəssüf ki, yəni biz istəmədən onları təcrid etmiş oluruq. Doğru. Və hətta indi hal-hazırda belə bir tendensiya var. İşə götürəndə əvvəl bilik səviyyəsini çox üstün tuturduq. İndi social skills, ona daha çox fikir veririk. Social skills dediyimizin də inkişaf etməsi üçün sadəcə kitab oxumaq, dərnəklərə getmək kifayət etmir. Bunu canlı məktəbdən, bağçadan kənar mühit yaradır uşaqda. Çox maraqlıdır ki, insanlıq olaraq sadəcə belə deyə səsli düşünürəm, insanlıq olaraq müəyyən məfhumlara daha çox diqqət ayırdıqca bizə üçün daha təbii olanlardan uzaqlaşmış oluruq. Yəni ki, əgər əvvəllər məsələn valideynlər indi bizim nəsil çox sevir valideynlərin müəyyən mövzularda qınamağı ki, bunu eksik eləmisiniz, bunu natamam eləmisiniz və s. Amma bir növü də onların bizim valideynlərimizi təmin etdikləri uşaqlıq bəlkə də təbiətlə, özümüzlə və bizim təməl istəklərimizlə, bəlkə də bu çox populyar bir fikir deyil, çünki hal-hazırda hamımız bir növü müəyyən dərəcədə səhvlərini tapmaq, yəni yeni belə psixologiyanı kəşf edirik və çalışırıq ki, özümüzü inkişaf elətdirək və təbii ki, bu gətirib ona çıxardır ki, uşaqlığımızdakı müəyyən narazıçılıqlarımızı üzə çıxardıq. Xüsusilə təbii ki, valideynlər bu qınağa valideynlər məruz qalır. Elə bunu demişkən siz bayaq təşvişdən danışdınız, anaların təşvişli olmağı. Yəni çox məntiqli gəlir əslində. Bəlkə də biz bunu dərk etmirik, amma çox məntiqli gəlir ki, təşvişli ananın təşvişli övladı olur. Bəs anaların bu təşvişi üzərində işləməsi üçün, anlayıram ki, bu biraz çətin məsələdir, amma bu təşvişi üzərində işləməsi üçün övladlarına və ətraf mühitə daha çox güvənə bilmələri üçün nələr tələb olunur sizcə? Doğrudan uzun mövzudur. Yəni təşvişli bir valideynin belə deyim də psixoloji normal duruma gəlməsi üçün bilirsiz problem bir də nədədir? Keçmiş zamanda kitablar az idi, məlumat az idi. Və bizim valideynlər ora əsaslanır ki, biz bilmirdik bunu. İndi isə məlumat o dərəcədə çoxdur ki, hətta bu sosial şəbəkələri götürək. Sən bacarmırsan kimi bir mesaj ötürür. O hər şeyi bacaran, bəlkə də yalandan qurulmuş səhifələr və bu təşvişli valideyni doğru yola salmaq üçün yaxşı olardı ki, hər kəsin qabağına ən azı bunun üçün böyük illərlə terapiyanı nəzərdə tutmuram. Amma ən azından bir dəfə yaxşı mütəxəssisdə konsultasiya almaq. Bura heç uşaq lazım deyil. Bir çox valideyndir ki, uşağımı aparmalıyam seansa. Xeyr. Kifayət də ən azından hal-hazırda mənim uşağımın yaşına görə hansı perioddadır? Nə normaldır, nə olmalıdır, nə olmamalıdır? Məsələn, oyun oynayan yaşı götürək də. Bu yaşda hansı oyunlar oynamalıdır, necə oynamalıdır, nə qədər oynamalıdır? Ekran nə qədər olar, nə qədər ziyandır? Hansı oyunlar olar, hansı cizgi filmlər ziyandır? Bu məlumat bilə valideyndə olsa və təşvişli valideynə çox bu valideynlər ehtiyacı var ki, bilsinlər ki, mən düz edirəm. Strukturlu məlumat. Və artıq bu strukturu alsalar ki, bax bu olmalıdır. Sən uşağın həyatında bu olmalıdır. Bunlara fikir verməsən də olar, bu ona ziyan deyil. Və təşvişli valideyn bundan belə sakitlik tapa bilər.
Maraqlıdır. Bir sadəcə şəxsi marağım olaraq soruşmaq istəyirəm ki, ekran zamanından Hı dediniz -hı. və bilirəm ki, bu çox mübahisəli mövzudur, Hı -hı. yaşa görə və s. Mübahisələrə səbəb olur. Belə bir formula və yaxud belə bir spesifik məlumat mövcuddurmu ki? Bəli, bəli, mövcuddur. Mövcud. 6 yaşa qədər yaş məhdudiyyəti var. 6 yaşdan sonra məhdudiyyət yoxdur və bu ofitsial məlumatdır, yəni. 2 yaşa qədər ümumiyyətlə olmaz ekran. Sonra 1 saat, saat yarım ilə görə artır. 6 yaşdan sonra məhdudiyyət götürülür. Çünki görmüsüz özünüz də yəqin ki, bütün Disney-in multikları 6 üzəridir. Bəli. Çünki artıq məhdudiyyət yoxdur. Sadəcə nəyə diqqət yetirməlidir? Yazıblarda ki, məhdudiyyət yığışdırılır, amma fiziki inkişaf olmalıdır. Uşağın mütləq hərəkət etməyə vaxt olmalıdır gün ərzində. Mütləq valideynlərinlə, yaşıdlarla canlı münasibət olmalıdır və koqnitiv prosesləri inkişaf edən hər hansısa bir məşğuliyyətlər olmalıdır. Yəni bunlar varsa, digər zamanını ekranda baxa bilər və kontent mütləq vacibdir ki, hansı kontent? Bəli, nəyə baxır? Çünki məsələn çox balaca uşaqlar görürəm ki, youtuberlara, insanlara baxır. Amma onlar nağıllara, cizgi filmlərinə baxmalıdır. Yəni insan obrazında olan nəsə bir kanal aparanlara yox. Bunlara diqqət yetirmək lazımdır. Çox uşaqların qorxusu sırf gördükləri hansısa belə bir neçə saniyəlik video ilə bağlı olur. Ona görə onlara diqqət yetirilməlidir. Yaşdan fərqi yoxdur neçə yaşdadır uşaq. Ona diqqət yetirilməlidir. Amma sırf zamanı nəzərdə tuturuqsa, deyir 6-dan sonra deyirlər ki, məhdudiyyət yoxdur, amma sadalayırlar nələr olmalıdır. Çox təəssüfdir ki, 6 yaşdan sonra veririk biz ekranı, uşaq baxır, oynayır, amma onun altında nələrə diqqət yetirilməlidir ki, gün ərzində onlar olsun, onu etmirik. Ona görə də asılılıq yaranır. Yəni belə bil ki, həmən o cihazlardan, telefon olsun, sosial şəbəkə olsun, onlar daha ağır basmağa başlayır və tərəzini bir növ tarazlıqdan çıxardır. Belə bir məsələ də var. Uşaqların, ümumiyyətlə bütün insanların, amma uşaqların ümumiyyətlə bir müddət yaşından asılı olaraq dopamin ehtiyacı olur ki, nəsə nail olsunlar. Məsələn, eyni bayaq dediyim kimi həyətdə oyun oynayırdıq. Bizim komanda qalib gəlirdi. Biz dopaminimizi aldıq. Qaçırdıq, tərirdik, ağrıdan keçirdik və o bizdə ifraz olunurdu. İndiki uşaqlarda o olmadığı üçün onlar bunu ancaq oyunda mərhələləri keçərək əldə edirlər. Simulyasiya kimi. Bəli. Və onlara deyəndə ki, məsələn, məsəl üçün idmana yazdırırlar. Deyir həvəs yoxdur, getmək istəmir. Çünki orada tərləməlidir, qaçmalıdır, əziyyət çəkməlidir. Burada isə rahatlıqla 2 dəqiqə yerindən durmadan həmin o dopamin ifraz olunur, o da istədiyinə nail olur. Bu dərəcədə, yəni hamısı bir-birindən, elə əvvəldə dediyim kimi, hamısı bir-birindən asılıdır. Biz birini inkişaf edə bilmərik. Mütləq hamısına nəzər yetirməliyik. Diqqət yetirməliyik. Çox maraqlı, həqiqətən çox maraqlıdır. Çox gözəl bir söz dediniz. Dediniz ki, ev güvəndiyimiz belə təhlükəsizlik hissi olan bir yerdir. Hər birimiz üçün yəqin ki, bəli. Yəni əgər hər şey yaxşı olubsa, ümumilikdə ev bizim bu güvəni hiss elədiyimiz, özümüzü qayğı aldığımız bir yerdir. Siz tərif edə bilərsinizmi ki, güvənli ev ya da təhlükəsizlik mühit nədir? Sağlam mühiti elə bir çözdük. Təhlükəsiz mühit dedikdə nəyi nəzərdə tuturuq? Siz bayaq dediniz, hər şey yaxşıdırsa, iş orasıdır ki, hər şey pisdirsə də uşaq üçün ora güvəniləndir. Və orada döyülürsə bilə uşaq üçün, hələ körpədirsə, ora güvəniləndir. Ona görə həmişə yaxşı deyil. Uşaq ən pis anaya belə güvənir, ən pis ananın yaxşı olduğunu düşünür və onu heç nəyə baxmayaraq sevir. Yəqin ki, psixologiyanın ən böyük problemi elə budur ki, illər keçməlidir ki, sən yanlışları görə biləsən. Təhlükəsiz dediyimizdə isə deyirlər ki, o vaxt uşaqları böyütmək daha rahat idi məsələn. Amma o vaxt olsun, indiki vaxt olsun və mən sizə əmin edim 100 il sonra olsun, uşağın böyüməsi üçün ən vacib amillərdən odur ki, sevildiyini bilsin. 2 alsa da, özünü pis aparsa da, nəsə onda alınmasa da,
ki, valideyn təhqir edəndə, tənqid edəndə, nəyi yanlış olduğunu uşağa bildirəndə bunu sevərək deyə bilirmi? Yəni cümlə qurmağımızın çox böyük bir önəmi var ki, uşaq o cümlədən, mən bunu səhv etmişdim, bir də etməyimmi götürəcək və də mən heç nəyi bacarmıram, mamam da məni sevmir, o mesajımı götürəcək. Və təhlükəsiz böyüməyi üçün düzgün ünsiyyət, sevgi göstərmək kifayətdir. Yəni uşaqların əslində bu bahalı hədiyyələr, hər həftə oyuncaq alıram deyən valideynlər var uşağıma, bahalı məktəblər olsun, paltarlar olsun. Bu önəm göstərmir. Onların heç bir uşağın yadında qalmayacaq. O evdə birlikdə oyun oynayıblarmı, emosiya olubmu orada? Biz pis nə var yadımızda saxlayırıq. Niyə? Həmişə mən valideynlərə bunu deyirəm. Biz nəyisə yadda saxlamağımız üçün paralel emosiyalar olmalıdır. Pis olanda emosiya çoxdur. Çünki üstümüzə qışqırırlar, biz ağlayırıq, biz küsürük. Amma yaxşı o qədər normal kimidir, belə monoton ki, uşaqlar onu heç yadlarında saxlamırlar, yəni. Ona görə gülərəkdən, səsli küylü, gizdən paç oynamaq və kalbasa çörək yemək o uşaq üçün daha normal mühitdir. Nəinki ən yaxşı yeməklər bişirilsin, 5 cürə yemək bişirilsin məsəl üçün evdə. Amma bir oyun oynaya bilmiriksə, bir gülməli hadisə danışıb bir yerdə gülə bilmiriksə, yəni onun heç bir uşağın sağlamlığı üçün önəm göstərmir. Çox maraqlıdır. Əslində ağlıma bir neçə sual gəlir burada. Müasir analıq, yəni biraz müasir uşaqlıqdan danışdıq. Siz hesab edirsinizmi ki, müasir ana üçün deyirlər o vaxtlar uşaqları böyütmək daha asandır. Müasir ana üçün də valideyn olmaq, ana və ata üçün valideyn olmaq daha da qəlizləşib. Artıq dediniz ki, məlumatın bolluğu, qorxularımızın, təşvişlərimizin belə deyə çoxalması bunun nəticəsi olaraq. Bəs sırf o gülə bilmək, sevdiklərimizlə rahat vaxt keçirdə bilmək, o tələskən hər yerə çatmaq, hər yerdə ola bilmək, hər şeyin ən yaxşısını etmək, elə dediyiniz həmən bəlkə bu hansısa paltardır, hansısa oyuncaqdır, hansısa məktəbdir. Bunları etməyə çalışarkən o mühüm olduqlarını unutmaq gəldi ağlıma. Yəni ki, əsas məqsədimizi sanki unuduruq bu prosesdə. Aslılıq dediyim ancaq uşaqlarda deyil ki, valideynlərdə də bu sosial şəbəkələr asılılığı var və gördüklərinə inanırlar. Halbuki kimsə üçün bu işdir. Məsəl üçün Instagram səhifəsi aparmaq, yaxşı bir həyat göstərmək, bunun bəlkə də heç doğru deyil. Bəlkə də backstage başqa nədirsə baş verir və valideynlər də bundan asılı olurlar. O bacardı, mən bacarmadım. Qaça-qaça düşürlər. Bəli, belə bir fenomen var, FOMO. Vacib nəyisə çatdırmaram. Yəni vacib nəsə olar, mən qaçıraram onu. Belə bir fenomen var ki, indiki valideynlər tutulub. Və dediyim kimi məlumat çoxluğundan artıq doğru yanlışı da tapa bilmirlər. Mən qınamaq kimi demək istəmirəm. Çünki mən bunu oxudum, mən bildim, təhsil aldım. Hər kəs gedib bakalavr, magistratur oxumayacaq. Baxırlar, satışda kitab var, alırlar, oxuyurlar və deyir, mən bunu düz eləmədim. Məsəl üçün təşviş var idisə biraz da artdı. Kimsə bacardı, mən bacarmadım, biraz da artdı. Kiminsə uşağı bacardı, mən bacarmadım, arta gedir. Və analarda belə bir düşüncə var. Əgər uşaq nəyisə səhv etdisə, düşüncə belədir. Demək ki, mən ana olaraq nəyisə səhv etdim. Biz düşünmürük ki, uşağın həmin gün bəlkə əhval-ruhiyyəsi yox idi. Bəlkə başa düşmür. Bəlkə bu, məsələn, riyaziyyat onluq deyil. Düşünürük ki, mən nəyi səhv etdim ki, bu belə oldu və yenə öz üzərimizə götürürük, yenə təşviş arta gedir. Belə bir kitab var, Təşvişli Nəsil. Bəli, oxumuşam. Təşvişli Nəsil onu xatırlatdı sizin dedikləriniz mənə. Təşvişli Nəsil o çox maraqlıdır ki, orada da sırf
sizin dediklərinizdən bəhs edilir və onunla yanaşı da bayaq bəhs etdiyimiz bu fiziki sağlamlıq, bu hərəkətlik, oyunun əhəmiyyəti, nəzarətsiz oyunun əhəmiyyəti haqqında bir xeyli danışılır. Bir məqam da dediniz ki, bu sosial media asıllıq, FOMO hissi və s. Sizcə bu belə el arasında belə bir söz var. Xalqın uşağı ilə o müqayisə, yəni bu daim olan bir şeydir. Biz sosial məxluquq və təbii ki, hansı dərəcədə o müqayisə sözdə də olmasa bizim ağlımızda mövcuddur. Sizcə bu sosial şəbəkələr həmən bu xalqın uşağının sayını və miqyasını artdırıbmı? Bu da öz növbəsində ola bilərmi ki, təşvişə səbəb olur? Ola bilər. Niyə də yox? Amma mən düşünürəm ki, bir sağlam övladı yetişdirmək üçün dediyimiz bu istiqamətlərdən istifadə etdik, hər birini etdik, amma yenə də alınmaya bilər. Niyə? Çünki valideyn öz ambisiyalarını, yəni özünün həyatda edə bilmədiklərini uşağına ötürübsə, orada da alınmaya bilər. Və hər bir valideynə biraz da özünlə məşğul ol demək istəyirəm və deyirəm də ki, özünüz üçün, məsəl üçün, indi vaxtınız olsa nə edərdiniz? Bəzən valideynlər deyir ki, mən badminton oynamaq istirdim, yazılmamışdım və ya rəqsə getmək istirdim, vaxtım yox idi, getməmişdim. İşdən çıxdım, özümü uşaqlara həsr elədim. Heç bir uşağın buna ehtiyacı yoxdur. Əksinə bu uşağa ötürülən məsuliyyətdir. Sənə görə elədim. Bəli. Bunu deməmək də olar. Yəni sadəcə dedik, uşaq eşitdi, yox. Bunu hərəkətlərlə də etmək olar ki, həmin o uşağı günahkar hissi ilə böyütmək ki, mənə görə anam bunlardan qalmışdı və yenə də dediyim kimi hər şey elədi valideyn, koqnitiv, fiziki, emosional, hər cür inkişaf elətdirdi. Amma mama özü üçün heç nə eləməyibsə, yenə də uşağımıza ziyan yetiririk və belə bir formula var. Uşaq xoşbəxt olsun deyə çox asan. Ata evdə ananı sevməlidir, ana evdə atanı sevməlidir və uşaq bunu görürsə və valideynlər sevgini öz uşağına göstərə bilirsə, bu da dediyim, sadaladığım istiqamətlərə əlavədir ki, bu olmalıdır. Həm çox asan səslənir, həm də çox qəliz səs. Gəlizdir, çətindir, amma mümkündür. Mümkündür. Əsas odur ki, hər bir şey mümkündür. Hər şey bilikdən başlayırsın dediyiniz kimi, doğru məlumatdan başlayır əslində. Sizə çox təşəkkür edirəm. Bir valideyn olaraq da çox maraqlı oldu. Mən təşəkkür edirəm. Ümumiyyətlə söhbətiniz çox xoş oldu. Bizə vaxt ayırdığınıza görə ümid edirəm ki, izləyicilər də bir o qədər yararlana biləcək bu məlumatlardan. Təşəkkür edirəm.